Salam dəyərli şagirdlər, indi isə 11-ci sinif Azərbaycan dil fənnindən sualların izahına baxırıq. Düzgün yazılmış sözləri müəyyən edin. Mesionat sözü düzgün yazılmışdır, bəli. Diksinmək sözü də doğru yazılmışdır. Miniatür düzdür. Galereya yox, galereya. Sadəlöv isə H ilə yazılmalıydı sonunda. Doğru yazılanlar 1, 2, 3 A variantı doğru cavabdır. Üçüncü ay fikirləşdi ki, digərlərinə izah etmək üçün özü hələ daha artıq savada möhtacdır. Nümunəsinə əsasən doğru fikirləri seçin. Yönlük hal şəkilçili isim quruluşu düzəltmədir. Gəlin baxaq. Deməli, burada artıq savada möhtacdır. Nəyə möhtacdır? Savada. Burada savad sözü düzəltmə deyil. Ona görə biz bunu doğru götürə bilmərik. Birlər yanlışdır. Zaman zərfi müstəqil cümlə üzvüdür. Bu fikir doğrudur. Sifətlər ismin sualına cavab verir. Gəlin baxaq. Üçüncü ay fikirləşdi. Digərlərinə izah etmək üçün özü hələ daha artıq savada möhtacdır. Bu isə ismin sualına cavab verməsi yanlış fikirdir. Təsrifləməyən feil tərkib yaratmışdır. Gəlin baxaq. Bəli, digərlərinə izah etmək üçün bu artıq təsrifləməyən feilin, yəni ki, məsələrin tərkib əmələ gətirdiyini bizə göstərir. Cavabımız 2, 4, 6 D variantı olacaq. Təsriflənən feil xəbər şəklində məlum növdədir. Bəli, fikirləşdi sözü xəbər şəklində məlum növdədir. Doğrudur. Daha sonra nümunələr 30-cu sual. Nümunələrə əsasən uyğunluğu müəyyən edin. Jüallərin arzusu uşaqların onunla yola getməsi idi. Bütün dəlillərin ağıllı, bütün ağılların da bir dəli tərəfi var. Gültacın bu çıxışını eşidincə Nurtac cin atına mindi. Cümlə üzvlərinə mübtəda, zərfli xəbər işlənmişdir. Bu üçüncü cümləyə aiddir. Cin atına mindi. Nə etdi? Bu xəbərdir. Nurtac mübtəda. Gültacın bu çıxışını eşidincə isə zərflik vəzifəsindədir. 3-ə A gelir. Daha sonra ümumi şəxsi cümlədir və fikir hamıya aiddir. Bu, üç cümlədən heç birinə aid olan bir fikir deyil, yanlışdır. Beni götürmürük. İşarə əvəzliyi təyin ifadə vasitəsidir. İşarə əvəzliyi təyin ifadə vasitəsidir. Bu da üç cümlədən heç birinə aid olmadığı üçün bu fikir yanlışdır. Daha sonra ikinci dərəcəli üz işlənməyən sadə cümlədir. Bu birinci cümləyə gedəcək. Çünki burada yalnız mübtəda və xəbər var. İkinci dərəcə üz iştirak etməmişdir. Cümlənin xəbəri suala cavab vermir. Bəli, burada var, yox, lazım, gərək bildiyimiz kimi predikativ feillər, yəni xəbərlər suala cavab vermədiyi üçün 2-yə də gedəcək. Doğru cavabımız A variantı. Nümunədə işlənmiş ara sözlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Sözün düzü o sənədi dünən təhvil götürməli idi. Doğru fikirlər əvvəla ara sözü ilə sinonimlik yaradır. Bu yanlış fikirdir. Sıra bildirir. Xeyr, sıra bildirmir. Kontekstə görə ismi birləşmə kimi də işlənə bilər. Bəli, sözün düzü doğrudur. Yanlış fikirlər. İfadə vasitəsi modal sözdür. Bəli, yanlışdır. Bu fikir bunu götürürük. Doğrusu sözü ilə əvəz edilsə cümlədə məna dəyişikliyi baş verməz. Baş verməz. Bu doğrudur. Bəli. Doğru fikir olduğu üçün yanlışın altında olduğuna görə bunu götürmürük. Özündən sonra cümlənin intonasiyasını az soraq yalnız nida və sual işarəsindən istifadə edilə bilər. Bu isə yanlış fikirlidir. Cavabımız 3, 4, 6 E variantı olacaq. 35-ci sual. Selcan geyindi, balaca bacısı ilə qucaqlaşdı. Bacısının hərəkətləri onu güldürdü. Cümlədə feilin hansı qrammatik məna növlərinə aid nümunələr var? Selcan geyindi, bilirik ki, qayıdış növdə iş və hərəkət subyekt və obyektdə öz üzərində icra olunur. Ona görə geyindi sözü feili qayıdış növdədir. Balaca bacısı ilə qucaqlaşdı, qarşılıq birgəlik növdür. Bacısının hərəkətləri onu güldürdü isə məlum növdə olan feildir. Ona görə cavabımız C variantı. Kimin ki savadı var, onun gələcəyi parlaqdır. Cümləsi haqqında verilənlərdən biri yanlışdır. Birinci budaq, ikincisi isə baş cümlədir. Bəli, doğrudur. Təbili mürəkkəb cümlədir. Düzdür. Tərkibdəki cümlələr müəyyən şəxsidir. Bəli, müəyyən şəxsi cümlələrdir. Həm baş, həm budaq cümlə ismi xəbərlidir. Düzdür. Bunlar hər 4 fikir doğrudur. Ancaq tərkib hissələri bir-birinə bağlayıcı ilə bağlanmışdır. Bu yanlış fikirdir. Çünki biz burada bağlayıcını görmürük.
Babakişi müəllim başına dönüm. Sən işarə verdiyin kağız-küğüzü sahmanladım. Qapının dəstəyini düzəltdim. Nümunəsi ilə bağlı doğru fikirləri müəyyən edin. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var. Burada biz uzlaşma əlaqəsini görmürük. Çünki sahmanlayan və qapının dəstəyini düzəldən şəxs mən olduğu üçün burada uyğun gəlmir. Uzlaşma pozulmuşdur. Yəni, uzlaşma əlaqəsi yoxdur. Birlər yanlışdır. Bir olanlar çıxırıq. Sintaktik əlaqənin hər iki növünə istifadə edilmişdir fikri doğrudur. Fe'li birləşmənin tərkibində hərəkətin subyektini bildirən söz işlənmişdir. Bəli, doğru fikirdir. Xəbərlə sintaktik əlaqədə olan cümlə üzvü var. Sintaktik əlaqədə olan xəbərlə sintaktik, bəli, qapının dəstəyini düzəltdim. Bu artıq dəstəyini düzəltdim, qapının dəstəyini düzəltdim. Sintaktik əlaqəyə girmişdir. 4 də doğrudur. Üzərində rəqəm yazılmış sözlərdən hər biri tabelik əlaqəsində yalnız aslı tərəf kimi çıxış etmişdir. Bu isə yanlışdır, çünki əsas tərəf kimdə çıxış etmişdir. Ona görə cavabımız 2, 3, 4 B variantı olacaq. Nümunələrdən hansında bütün isimlər mənsubə şəkilçisi ilə işlənmişdir? İsim istəyir bizdən. Ay Gülbir, bura bax, mənim neçə əlim var? Mənim böyük düşmənim öz dilimdir. Doğrum sənin yalanlarına həmişə qalib gələcək. Sinifin elektrik sobası hər tərəfi eyni dərəcədə isitmirdi. Ələkbər, sabah dərsim var. Baxdığımız kimi cümlələrdən B variantında mənim böyük düşmənim öz dilimdir. Burada düşmənim və dilim sözləri mənsubə şəkilçisi qəbul etdiyi üçün doğrudur. B variantı doğru cavabdır. Qoy mən həsrətinlə qalın baş-başa, sən qüssə bağını al, zirvədən sal. Nümunə ilə bağlı doğru fikirlərdir. Deməli, leksik mənası olmayan sözlər işlənməyib. Bu yanlışdır. Burada görürük ki, leksik mənası olmayan köməkçinin tisləri işlənmişdir. Bir yanlışdır. Daha sonra, tünd qara şriftlə fərqləndirilmiş sözlər amonimdir. Bəli, al və sal sözləri biz yerinə görə amonim kimi işlədə bilərik. 40-cı sual. Fe'li sifət tərkibinin təyin vəzifəsində işləndiyi cümləni müəyyən edin. Başına döndüyüm ay gözəl pəri. Adətdir dərərlər yaz bənövşəni. Təyin olunmuş zamanda onlar gəlib çıxdılar. Onlar iclasda iştirak edəndə bu hadisə baş verdi. Altay suala düşünmədən cavab verdiyini müəllimə bildirdi. Kursa gələnlərə nəzarət edən Təzəgül xanım nədənsə həyəcanlı idi. Biz E variantında cümləni təhlil etdikdə görürük ki, həyəcanlı idi. Kim? Təzəgül xanım. Hansı Təzəgül xanım? Kursa gələnlərə nəzarət edən. Burada fe'li sifətin tərkib yaratdığını və təyin vəzifəsində olduğunu görürük və doğru cavabımız elə E variantı olacaq.